Peyğəmbər sallallahu aleyhi və səlləmin dəyərli qardaşlar, fəzilətlərinə gəldikdə Allah subhanahu və teala onun şənini ucaltmışdır və onu xatırlamaqla onu ucaltmışdır, dərəcəsini qaldırmışdır. Allah Teala öz elçisinə açıq-aşkar möcüzələr vermişdir və həmçinin açıq-aşkar dəlillər vermişdir. Allah subhanahu və teala öz peyğəmbərinə yardım etmişdir, ona qarşı olan düşmənlərin qəlbində qorxu yaratmaqla. Və həmçinin dəyərli qardaşlar, Allah subhanahu və teala öz elçisi Muhammed sallallahu aleyhi və səlləmin günahlarını bağışlamışdır. Və Peyğəmbər sallallahu aleyhi və səlləm qəbirdən ilk çıxan şəxs olacaqdır. Qiyamət günü, yəni ilk onun qəbiri açılan şəxs olacaqdır. Həmçinin qiyamət günü insanlardan ən birinci şəfaət verən məhz Allah Rəsulu olacaqdır. Və peyğəmbərlərin əksəriyyəti çoxsu onu təqib edəcək, ona tabi olacaqlar. Və həmçinin Allah Rəsulu ilk cənnətə daxil olan şəxs olacaqdır. Və həmçinin Sirat körpüsündən ilk keçən şəxs olacaqdır.